Herkese salam, kanalıma ve videoma hoş geldiniz. Əziz və hörmətli izləyicilərim, qarşınızda mən Games Tənizdir. Kanalıma abunə olub gözləyirəm. Kanalıma abunə olub, videoma like atmayı unutmayın. Sizi çox sevirəm. Yeni vlog başlasın. Deməli qızlar, ilk öncədən nəyi demək istəyirəm sizə? Mən yeni ildən önce çektiğim bir videodu bu, bəli. Deməli, yəni ki, yeni ildən öncə çəkmişəm bu videonu. Bugün deməli ayın qızlar 26-sıdır, yəni 26 dekabr. Bugün evlə səliqə saldığım üçün yol Kanadada şeylərdim. Aslında evlər səliqəyə salmışdım, yolkanı qurmamışdım əvvəl, amma uşaqlı ev, özdəki uşaqlı ev, onu da bizim kimi bir insanlar üçün bu ev tez kirlənir. Ona görə mən də belə mecbur qaldım ki, yolkanı yenidən dağıdım. Evi təmizləyəndən sonra yenidən qurarıq, dayanıyıq. Uşaqlar dedim, amma 2027 gətirirsən sən yenə bizə. Deməli, bugün qızlar nə yiyəcək? Ev təmizləmək lazımdır. Təmizləyəcəm, narahat olmayın. Bugün dediyim kimi ayın 21 dekabrdır. Yox, 21 dekabrdır, 22-sidir hə bugün. Yadımdanca çıxıb ay Allah, bugün 22-sidir həqiqi. Bunu bura qoyuram, nəsə. Görək nə var. Bacımız yorğundur. Həm səsimdən də eşitdiyiniz kimi qızlar xəstədir. Allahım şifa versin. Mən duanın içində sizdən uzaq. Yorğun olduğum üçün, xəstə olduğum üçün heç nə. Kartoşka soyutma qoydum. Bir də yumurta qızartdım, yiyəcəyik. Pişdilər zaten. Burada yeməklərimiz var. Çörək qabını inanın ki, bilmirəm hara qoyum. Burada əslində, hə, çörək qabını yerim. Belə qızlar, burada zaten səliqəlidir. Mən mətbəximi həmişə səliqəli saxlayıram. Zaten bilənlər bilir də. Bunun heç yeri deyil, inanırsınız. Yəni bilənlər bir ki, mən mətbəxdə çox oluram. Mətbəxi çox sevirəm. Ona görə də mən mətbəximi həmişə səliqəli saxlayıram. Belə, burada səliqəlidir zaten. Burada paltar atmalıyam. Sən onu. Dur arkadaşlar. Attım paltarını, yiyorsun. Bəli. Deyəcəksiniz ki, ev geyimindən yerəmsin. Bunlar da rahatdır, yəni rahat olmayın. Bu arada gözümün farını heç bəyənmədim. Qırmızı, gül falan, qara. Nəsə bir hoqqa verməyə çalışmışım, amma alınmayıb maalesef. Deməli, mən bu güzgün silməliyim qızlar. Baxın. Paltar yan şüşəsin. Ayaq yuyunmu. Süper. Bircə dəqiqə. Şampun normal şamponda vurmaq olar. Bax. Bu da belə. Normal pencəyimi astım ora da sizdə. Deməyəcəm. Bu ayaqqabılar burada nə işi var? Bunları hələlik qoyaq gəlin bura qızlar. Dolabda yerləşdirəcəyəm ona görə. Qəşəng keçdi. Səliqəlidir zaten. Burada bir çörək qabını yapışdırın. Bunu belə qoyun qızlar. Məncə də.
Görə burada nə var qızlar? Qızlar, indi bax deyəcəm. Deyəcəksiniz ki, özün tərifləyir və ya da ki, yalandandır. Bir dənə deyin görüm, hansı videomda çox belə qarma-qarışıq hallarda ola bilər ki, mənim evimi səliqəsiz görmüsünüz. Mən belə dolu əşyalar olsun, kalabalıq deyiləm, amma kalabalıqdır, səliqəsizlikdə heç sevmirəm də həqiqətən. Ürəyim partlayır, ürəyim sıxılır. Mən görə hər şey yer-birini səliqəli olsun. Bu arada elə evimi də göstərirəm sizə. Baxın, burada divan falan qoydum. Game odası artıq var. Ada bu nədir? Burada qəşəng bizim game otağımızda arkadaşlar. Və ecəcəlindi. Bura indi mən kosmetikalarımı düzəltsəm. Yuxarıya qızlar. Baxın. Baxın ürünlərimi istəyirəm düzüm. Baxın ürünlərimi düzək gəlin. Baxın çoxlu qəşəng beləm. Baxın ürünlərim var. Vay vay vay. Yuxarı baxın ürünlərimi. Yəni şey edəcəm sırf. Biraz şey. Belə. Süper. Bunu hamam üçün almışam. Bu serumlar. Yığıb gəldim bunlarına baxma şeylərimə. Qızlar baxın ürünlərimə yığdım. Kilo sıxışdırdım. İndi kosmetikalarımı eləyəcəm belə. Lazım deyil zaten. Bilmirəm hey. Bu nədir? Ayda qızlar. Bunu koydum. Neyse. Burada baxın qəşəng allıqlarım var. Allıqlar görə elə bura yerləşirmi? Ha, yerləşir. Bura gəl allıq pomada qoyaq. Ya da allıqlarla farlarım. Belə bir şeydi qızlar. İnan ki, heç sevmədim də bunu. Bunu heç bilmirəm. Uşaqların tana qoydum soxatma. Çünki məktəbdə falan zər lazım olur üzlər. Buna bir dənə başqa cürün almışam. Baxın burada. Heç lazım deyil yəni. Bu da baxım üçündür. Belə qəşəng krem. Güzel makyajımı da sildim indi. Tutacağım neyse. Bunları da yığım gəlirəm mən. Narahat olmayayım. Bir zəhmət. Kızlar süper. Yığdım makyajım da hazırdır. Baxın ürünlərim. Əlmək var, dodaqlar. Bura liner, qaş şeylər falan qoymuşam. Bura nədir? Lip gloss var burada. Fırça falan belə. Sponge, bura təmizləmə şeyləri, pudra falan. Belə. Çox qəşəng oldu. Həqiqətən mən çox bəyəndim buranı. Səliqəli istədiyim kimi. Bu arada çox sevirəm. Pomadalar belə dodaqlar qəşəng düzülsün sırayla. Sadəcə məndə elə, yəni mən eyni renk pomadaları almıram və sevmirəm deyə. Yəni mən onlara pul vermək əlbəttə ki, yəni şeydə elə insanlar var ki, eyni markanın eyni renklərin, yəni farklı markanın eyni renklərini alıb doldururlar, kolleksiyonlar falan. Mən yox, mən baxın ayrı-ayrı renklər və mən düz güclə düzmüşəm bura. Nəsə, sonra mən daha yaxşı düzərəm bura, narahat olun. Burada mənim çantalarım var. 2 yerə çanta qoyacağım qızlar. Bu ikisinə də belə aksesuarlar falan qoyacağım. İndi aksesuarlarımın yəni ki, aksesuar deyəndə papaq falan, şapka belə şeylər qoyacağım. Belə, bu arada piercingim nasıl olmuş, zaten neçə vlogdur, siz görürsünüz. Çıxartdıracağım zaten, çünki qulağıma ağrıdır bu arada. Burada hazır.
Bəli qızlar, birisində də deyim də sizə. Ne deyirdim sözüm yadımdan çıxdı. Hə. Həmişə belə səliqə axtarmışam və inanın ki, həmin səliqəni tapmışam da, yəni. Bu arada sizə günümdən danışmaq istəyirəm. Bu gün mən saat 10-da oyanmışam. 11-də sizə vlog başlatmışam. İndi durur saat 1-in yarısıdır qızlar. Gedirəm indi yemək yeməyə. Yemək yeyəndən sonra sizə vlog başlatacağam. Deməli qızlar, otaq qəşəng hazırdır indi. Hətta sizə də göstərmək istəyirəm. Super, baxın. Göstərmək istəyirəm indi sizə qızlar evi. Ev çox qəşəng oldu. Geyimlərə yenidən sökdüyədik. Çantalarım, yenə çantalarım. Aksesuarlar və ayaqqabılar. Çox belə qəşəng səliqəli oldu həqiqətən. Çox sevdim və sevindim. Vah. Bitki niyə burada belə oldu? Həqiqətən heç bilmirəm. Amma həqiqətən çox qəşəng oldu qızlar. Səliqə necə gözəldir. Makyaj basan. Çox qəşəng qızlar. Belə. Paltarlarımızı, yəni geyimlərimizi biraz oturup dincəlmək lazım olduğunu düşünürəm. Dincəlirəm. Zaten saatda 4-ün yarısıdır qızlar. Gedib yeməyə pişirməliyəm yumurta ilə, kartoşka ilə axşam. Həm qalmadı, həm də ki axşamda ondan yiyəsi deyilik ki. Gedək aşağı. Haydi bebeklerim. Bu arada bizim pişiğimiz çöldədir. İndi burada olmalıydı aslında. Bu bir gelecek. Saat 5'ti və biz qəşəng bacımızla elədik. Həmişə toyuq qızartması sevirəm çox. Bizə toyuq qızartması istənən çox sevir həqiqətən. Yəni sobada toyuq kebabı belə deyilir. Hə, mən bu səfər qəşəng toyuq sosu pişirdim. Normalda əslində toyuq sosunu sevmirəm. Amma deyək, uşaqlar falan çox sevirlər. İçinə belə çörək falan doğrayıb veririm uşaqlara. Umarım siz də verirsiniz uşaqlar. Yemək pişdi. Biz yedik saat 5-6 radələrində. İndi saat 18:39-dur, yəni belə deyə bilərik ki 18:40-dır. Əslində vlogu sonlandırmaq istəmirəm. İstəyirəm biraz da gedək. Sadəcə olaraq həqiqətən bilmirəm nə edeyim. Evdə işlərimi qutardım, yemək pişirdim, yeməyi yedim, dolabı təmizlədim. Və hamısında mən tez-tez elədim. Musiqiyə qulaq tez-tez elədim. Bəlkə də ondan belə tez qutardım. Sevərək etdiyim üçün əlbəttə. Bilmirəm. Nəysə yemək falan da yedik. Belə. Belə. Bu hazır oldu. Burada bu jaket. Neyse hiç uygun gelmedi zaten. Ama neyse. Artık hakikaten de neyse. Belki geçence olur diye düşündüm. Evet. Şu da göy belə göy kombin eləmiş oldum. İçeride karışdı. Bu arada Əlim cizgi filmine baxır. Oğlum 7 yaşında oğlum. Oğlum salam deyiz izləyicilərimə, mənim əziz və dəyərli hörmətli gözəl izləyicilər. Salam, necəsiz? Çox sağ ol, yaxşılar. İnşallah. Dostlar, pendirli kotlet etdim. Qəşəng baxın, çox qəşəng olacaq əminəm.
Və bir də bunun yanında qəşəng yeməyi neylədi bacınız? Deməli, bacınız sizin üçün neylədi? Nə idim? Hə, kartof çubuqlarım. Kartof çubucuklarım. Çox qəşəngdim. Yiyib dadına baxaq. Bircə dəqiqə. Çox qəşəngdir bu kartof çubucuklarım. Deməli, saat dediyim kimi də 8-in yarısı 2 dəqiqə hazırladım qıza 1 saat adına. Daha doğrusu 8-ə qaldı 10 dəqiqə, 1 saatdan çox hazırladım ikisində. Çox sağ olsun. Sənanla qızım iki də mənə kömək edilər. Təzbələri və yedik. Çox qəşəng yandı. Aparım evdəkilər də yesinlər uşaqlar. Baxmadır saat 8-də acından biraz atıştırmalıqlar lazımdır. Amma mən evdə atıştırmalıqlar belə atıştırmalıqlar çox eləyirəm. Çünki dəhşət çox sevirəm. Ən əsaslı özüm çox sevirəm bu uşaqlar çox sevirlər. Sənin olmağa bir o qədər də burcu burnu atıştırmalıqla arası yoxdur, nə yalan deyim. O ancaq yemək. Özdə ətli yeməklər daha çox sevir və daha çox yeyir əlbəttə. Uşaqlar da çox abur-cubur atıştırmalığa önəm verirlər. Yeməyi az yeyirlər, bəzən yeyirlər, çox nadir olaraq, ondakı az yeyirlər. Ona görə mən də belə düşünürəm ki, evdə sağlam, yəni ki, doğru qərar seçmişəm əlbəttə ki. Əgər uşaqlarınız, sizə də deyirəm qızlar, yemək yemirsə, nə bilim, çox nadir hallarda yeyirsə, yeməyi çox az yeyirsə, siz də onun üçün hər gün, mən hər gün eləyirəm, demək olaraq bir gündən, 2 gündən bir edirəm. Atırəm bir gündən birə qutarırlar onu, tezdən edirəm, tezdən edirəm. Bir gün xarik edirəm, bir gün cips edirəm, bir gün nə bilim KFC yeməkləri, McDonald's yeməkləri falan edirəm, burger falan. Bunları yeyirlər qəşəng, həmişə də qəbul olunur. Yəni bu yeməklər onlara çox sevirlər əlbəttə ki. Yəni sizin uşaqlarınız belədirsə, əlbəttə ki, onlara elə hər gün belə sağlam, evdə hazırlanan, içərisində tərkibində nələr olduğumuzu rahat bildiyimiz və gözəl təamları daddırmanızı xahiş edirəm. Çünki uşaqlar bizim gələcəyimizdir, onları qorumaq lazımdır. Başqa bir məkanlarda yeyilən yeməkdənsə inanın ki, evdə yeyilən yemək daha gözəl, önəmlidir. Əlbəttə mən başa düşdürəcək. Qızlar, saat 8-dir, vlogu bağlama zamanıdır. Mən 1 saata saat 9-da axşam yeməyi edəcək, saat 10-da 11-də yatacaq, yatmalıyıq. Uşaqlar məktəbə və ya da bağçaya gedirlər ona görə. Yoldaşmışam, mən də onları ən birinci mən oyandığıma görə əlbəttə bir an olaraq. Ona görə kanalıma abunə olub, videoma bol like atıb, bol və gözəl yorumlar yazın lütfən videoma. Sizi çox sevirəm. Bay bay. Daha gözəl videolarla, vloglarla qarşınızda olacağım əlbəttə ki. Paka, görüşərək. Gecəniz xeyrə qarşı və ya da günaydın. Bilmirəm nə vaxt izləyirsiniz həqiqətən. Özünüzə yaxşı baxın. Siz mənə lazımsınız. Öpdüm aşklar.